İnvest Akademiya kanalından hər kəsə salam. Mən Fərid. Bu günləri sizə ödəniş sistemləri barəsində danışacağım. Yəni ki, gündəlik istifadə üçün pulu harada saxlayacağınızı maraqlanmısınız. Bu, sizin adi dəri cüzdanınızdır və ya rəqəmsal cüzdanlardır. Növbəti ödənişiniz üçün hansını üstünlük verərsiniz? Rəqəmsal pul kisələri müasir həyatın vacib hissəsinə çevrilib. İnsanlara rəqəmsal pul kisələrindən necə istifadə etdikləri soruşduqda 53%-ı ənənəvi ödəniş üsullarından, məsələn, nağd pul və ya bank kartlarından daha çox rəqəmsal pul kisələrindən istifadə etdiklərini bildirirlər. Bugün Apple Pay və Google Pay təmənnasız ödəniş xidmətləri sayəsində smartfon və ya smart saatla ödəniş etmək çox rahatdır. Araşdırmalarımıza görə ən populyar mobil pul kisələri Google Pay, istifadəçilərin sayı 56% və Apple Pay-dir, istifadəçilərin sayı 53%. Bununla belə, bu xidmətlər uyğunluq, funksionallıq və istifadə rahatlığında əsas fərqlənməyə malikdirlər. Apple Pay yalnız iPhone, iPad və Apple Watch kimi Apple cihazlarında işləyir və onu qapalı ekosistemin bir parçası edir. Eyni zamanda, Google Play, Samsung və LG kimi müxtəlif istehsalçıların smartfonları və saatları daxil olmaqla geniş çeşiddə Android cihazları ilə uyğun gəlir. Hər iki xidmət istifadəçilərə bunlar imkan verir. Birdən çox kartı idarə etmək, dostlara və ailəyə pul göndərmək, onlayn və mağazalarda alış-veriş etmək. Apple Pay Wallet tətbiqi ilə birləşdirilib və əlavə proqram yükləmək ehtiyacını aradan qaldırır. Google Pay isə ödənişlərdən istifadə üçün ayrıca bir tətbiqin yüklənməsini tələb edir. Apple Pay və Google Pay aşağıdakılardan istifadə etməklə yüksək səviyyədə təhlükəsizlik təmin edir. Kartların virtual nömrələrindən istifadə, məlumatları qorumaq üçün şifrələmə. Bu tədbirlər fırıldaqçılıq riskini azaldır və təhlükəsiz əməliyyatlarını təmin edir. Apple Pay və Google Pay həssas kart məlumatlarını necə idarə edir? Hansı daha yaxşıdır? Gəlin nəzər salaq, hər iki tədbiqin təhlükəsi olduğunu bildirməklə başlayacaq. Lakin texniki detallar bir qədər fərqlidir. Apple Pay 2013-cü ildə başladı. O zaman bu alış-verişi başa çatdırmaq üçün yalnız həssas kredit kartı məlumatlarını təmsil edən ödəniş nişanının lazım olduğunu tokenizasiya adlı konsepsiyaya təkmilləşdirmək yeni bir fikir idi. Bu ödəniş nişanlarının geniş yayılmasını dəstəkləmək üçün yeni bir sistem qurmaq məqsədi ilə Visa kimi ödəniş şəbəkələri və JPMC kimi böyük banklarla sıx əməkdaşlıq tələb edirdi. Google Pay isə 2018-ci ildən mövcuddur. Bundan əvvəl o Android Pay, ondan əvvəl isə Google Wallet kimi tanınırdı. Brendləşdirmə biraz çaşdırıcı ola bilər, çünki Google Pay indi bəzi ölkələrdə yenidən Google Wallet adlanır. Sadəlik üçün Google Pay kimi ödəniş tokenizasiyadan istifadə edən cari versiyalar istinad edəcək. Gəlin bu sistemlərin necə işlədiyinə baxaq. Hər iki platforma istifadəçinin həssas kredit kartı məlumatlarını cihazda toplamaqla başlayır. Maraqlısı budur ki, hər iki platformadan PAN başlanğıc hesab nömrəsini cihazda saxlamadıqlarını iddia edirlər. Bunun əvəzinə PAN HTTPS vasitəsilə müvafiq serverlərdə göndərilir. Apple serverində kredit kartı məlumat saxlanılmır. O yalnız ödəniş şəbəkəsini və kredit kartı buraxan bankı tanımaq üçün istifadə olunur. Şəbəkələşdirmək üçün ödəniş şəbəkəsinə, məsələn Visa və kredit kartını verən banka bundan sonra bank kimi istinad edəcək. Kredit kartı məlumatı daha sonra şəbəkə üzərindən təhlükəsiz şəkildə banka göndərilir. Bank PAN-ı təsdiqləyir və DAN cihaz hesab nömrəsi adlı nişanı qaytarır. Bu nömrə yalnız cihaz tərəfindən istifadə olan unikal şəkildə yaradılıb. DAN-ın yaradılması və DAN-ın PAN-ə uyğunlaşdırılması adətən həssas məlumatların yerləşdiyi TSP, yəni Token Service Provider tərəfindən idarə olunur. Daha sonra DAN onu iPhone-a yönləndirən Apple serverinə qaytarılır və burada Secure Element adlı xüsusi aparat çipindən etibarlı şəkildə saxlanılır. Məntiqi olaraq
Apple serveri keçid funksiyasını yerinə yetirir. Sanki iPhone kredit kartı məlumatlarını birbaşa banka göndərir və DAN-dan alır. Google Pay üçün bu proses bir qədər dəyişir. Apple kimi PAN cihazdan Google serverinə təhlükəsiz şəkildə göndərilir. Google serveri bankı müəyyən etmək üçün PAN-dan istifadə edir, sonra onu təhlükəsiz şəkildə banka göndərir. Bank PAN-ı təsdiqləyir və ödəniş nişanı üçün TSP-yə göndərir. Bəzən DPAN cihaz pəni adanan nişanı daha sonra Google serverinə qaytarılır və təhlükəsiz saxlamaq üçün cihaza yönləndirilir. Burada Apple-ın yanaşmasından iki diqqətə layiq fərq var. Token Android cihazlarına secure elementdə saxlanılır, o pul kisəsi tətbiqindən özünü saxlanılır. Apple-dan fərqli olaraq Google xidmət şərtlərində ödəniş məlumatlarının onun serverində saxlanıla biləcəyini bildirir. İndiyə qədər hər bir tətbiqin kart məlumatını cihazda ödəniş nişanına necə çevirdiyini izah etdik. İndi gəlin bu tokenlərin alış-veriş etmək üçün necə istifadə edildiyinə baxaq. iPhone üçün ödəniş düyməsini kliklədiyiniz zaman DAN təhlükəsiz elementdən götürülür və NFC üzərində satışın POS terminalına göndərilir. Bu proses çox təhlükəsizdir. Çünki DAN birbaşa secure elementdən cihazdakı NFC idarəetmə moduluna ötürülür. NFC idarəetmə modulu və secure element daha sonra POS terminalı ilə ünsiyyət qurur. Hansı ki, DAN-ı satıcının bankına göndərir. Satıcının bankı DAN-dan ödənişi şəbəkəsinə müəyyənləşdirilir və DAN-ı təhlükəsiz şəkildə ödəniş şəbəkəsinə yönləndirir. Ödəniş şəbəkəsi bu nömrəni təsdiqləyir və sonra TSP-dən orijinal PAN privacy account number-a çevirməsini istəyir. Nəhayət, PAN təhlükəsiz şəkildə TSP-dən verən bankın serverinə göndərilir və ödəniş təsdiqlənir. Google Pay üçün ödəniş nişanı satış nöqtəsi terminalında çatdıqdan sonra proses oxşardır. Lakin onun ora necə çatması ilə bağlı əhəmiyyətli dərəcədə fərq var. Android cihazları ödəniş nişanını secure elementdə saxlamır. Bunun əvəzinə Host Card Emulation adlı bir texnologiyadan istifadə edirlər. HCE ilə ödəniş tokeni və cüzdan tətbiqində saxlanılır. Ya da əməliyyat zamanı cüzdan tətbiqi tərəfindən buluddan təhlükəsiz şəkildə alınır. NFC idarəetmə modulu və cüzdan tətbiqi birgə işləyərək ödəniş tokeni NFC vasitəsilə POS terminala ötürürlər. Bu nöqtədən sonra əməliyyat prosesi Apple-ın yanaşması ilə eynidir. Həm Apple Pay, həm də Google Pay ödəniş tokenləşdirmə texnologiyasından effektiv istifadə edirlər. Apple Pay bu texnologiyanı daha rahat və təhlükəsiz hala gətirərək inkişaf etdirib. Google Pay-in tətbiqi oxşar olsa da, əsas fərqlilik ödəniş tokenin cihazda necə saxlanılması, işlənməsi və ötürülməsi üsulunda qurulur. Və Google serverində ödəniş tokenlərin saxlanılması faktında özünü göstərir. Hər iki elektron pul kisəsi istifadəçilərə rahatlıq və təhlükəsizlik təqdim edir. Apple Pay və Google Pay arasında seçim istifadəçinin cihazlarından və interfeys üstünlüklərindən asılıdır. Apple istifadəçiləri iOS ekosistemi ilə inteqrasiyasına görə Apple Pay-i daha çox seçirlər. Android cihazları sahibləri müxtəlif cihazlarla uyğunluğuna görə Google Pay-a üstünlük verə bilərlər. Hər iki xidmət sadə, təhlükəsiz və rahat ödəniş üsullarını təklif edərək onları bugünkü ehtiyaclar üçün ideal hala gətirirlər. Artıq Apple Pay və Google Pay arasında fərqin nədən olduğunu siz də bilirsiniz. İndi sizin üçün nəyin daha sərfəli və daha maraqlı olduğunu özünüz qərar verə bilərsiniz. Sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizə əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və
investisiya aləmində ilkin addımları atmağa köməklik edəcəksə. Videonu bəyəndinizsə, onu like edin. Kanala abunə olmağı və bu videonu dostlarınızla paylaşmağı unutmayın. Həmçinin Invest Akademiyanın Telegram kanalına qoşulmağı və Instagramda bizi izləməyi yaddan çıxarmayın. Siz Invest Akademiya kanalındaydınız. Hamınıza uğurlu investisiyalar. Sağ olun.